Gənc tibb qadınların xaricə axını normal bir vəziyyət kimi qəbul olunmalıdır. Amma mən sizə bir dənə söz deyim. Yaxşı gənc Türkiyədə yaxşı gənc qadınlar ən böyük arzusu Almaniyada işləmək. Almaniyada olan yaxşı tibb qadınların ən böyük arzusu Amerikada işləməkdir. Çinin, Hindistanın ən yaxşı tibb qadınların ən böyük arzusu Amerikada işləməkdir. Yəni bu həqiqətdir, bu gerçəklikdir. Sən bunu belə ignora qoya bilməzsən. Niyə ora getmək istəyirlər? Çünki bu çox savadlı insanlar üçün böyük meydan lazımdır. Böyük maddi texniki təchizat lazımdır, vəsait lazımdır. Ora maliyyələşməlidir, orada gözəl yaşamalıdır, onun istirahəti üçün, ağır işdən sonra istirahət üçün yüksək şərait yaradılmalıdır. Bunlar Amerika təşkil edir. İkinci Almaniya təşkil, üçüncü Türkiyə təşkil, dördüncü biz. Niyə də getməsinlər? Bu yaxşı haldır. Amma burada bir şeyi də nəzərdən çıxardırlar ki, onlar ora gedəndə artıq orada bir məktəb yaradırlar. Onlar imkan yaradırlar, Azərbaycandan da kadrlar gedir, orada oxuyur, öyrənir, qayıdır Azərbaycana və Azərbaycana xeyir verir. Azərbaycan elmini inkişaf elətdirirlər. Məsələn, Almaniyanın Lübeck şəhərində mən tez-tez gedirəm, orada mənim çox gözəl dostlarım var. Orada bir Grigori Lapshin var, Ukraynalıdır, gəlmişdi ora, Tobias Kek klinikanın direktorudur. O onu işə götürüb, o orada böyük işlər görür. Bütün Ukraynadan gələn bütün kadrların hamısını da yerləşdirir. Onların hazırlanmasını təmin edir. Almaniyadan briqada təşkil edib gedirlər, onlar Ukraynada xəstələrə tibbi yardım göstərirlər. Onlar avadanlıqlar göndərirlər Ukraynaya. Yəni bu cür gənclərin bu ölkələrə getməsi normal sayılır. Türkiyənin sistemi yoxdur, Almanların sistemini götürüblər. Bizim də məmurlar özlərindən gecə yatırlar, elə bilər Mendeleyevdilər. Axşam yatırlar, səhər durub bir ideya gəlir beyinlərinə, bir dənə başqa bir yaramaz bir sistem yaradırlar. O sistemi, hazır sistemi götürdülər Türkiyədən. Hazır sistemi götür Almaniyadan. Bunları bizim o gənclər var, biz xaricə axın deyirik biz. Biz buna sevinməliyik. Hər bir gəncimiz hər bir ölkədə işləyirsə, o Azərbaycan bayrağını qaldırır göyə. O öz eyvanında Azərbaycan bayrağını asır. O hara gedirsə, deyir, mən Azərbaycanlıyam. Mənim Kanadada yaşayan tələbəm var, professor. Mənim Amerikada yaşayan, işləyən tələbəm var, professor. Mənim Almaniyada professor, dosen, güclü cərrahlar var. Məsələn, Almaniya universitetlərində olan professor hansı ki, mən bilavasitə onlarla dostluq edirəm. Onlar bilsin nə qədər razılıq edirlər Azərbaycanlı tələbələrdən. Çox razılıq edirlər. Azərbaycanlı həkimlərdən çox razılıq. Onlar Almanlardan da üstündür. Balkan ölkələrindən gələn mütəxəssislərdən üstündür. Slavyan ölkələrindən gələn mütəxəssislərdən üstündür. Çünki bizim Azərbaycanlı tələbələrdə millilik var, qürur var, əməksevərlik var. Onlar orada bizim başımızı uca eləyirlər. Yəni onun qarşısını almayın. Və onlar orada məktəb yaradıb, sonra Azərbaycana kömək eləyirlər. Necə ki, Çinin elmi nəyin hesabına inkişaf elədi? Çinin bütün savadlı adamları getdi Amerikaya. Amerikada işlədilər, məktəb qurdular, yaratdılar. Ondan sonra bir-bir yaratdığı kadrları göndərdilər Çinə və Çin inkişaf elədi. Hindistan da onun kimi. Yəni bunu qlobal baxmaq lazımdır. Bizim hər bir Azərbaycanlı gəncimiz əgər xarici ölkəyə, özü nüfuzlu xarici ölkəyə gedirsə, orada atsan qazanırsa, Azərbaycana hörmət qazanırsa, bunu alqışlamaq lazımdır və buna geniş yol açmaq lazımdır. Məsələn, bizim Fransada da gözəl mütəxəssislərimiz var. Onlar hamısı Azərbaycana baş ucalır. Ona görə də belə bir meyilliliyi negativ qəbul eləməyin. Belə işlərə dünya praktikasında rast gələn belə işlərə müsbət baxmaq lazımdır.